أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أحمدك على نعمك ولا آلائك الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين محمد وآله الطيبين الطاهرين لا سيما بقية الله في الأرضين ولعنة الداعمة على أعدائهم أجمعين أما بعد Ərəb ədəbiyyatı dərsindən əmrdə qaldıq. Axırında ismi məf'ulu oxuduq. Əmrdə qaldıq. Əmrin alınması qaydasını inşallah oxuyacağıq Allahın izni ilə. Bismillah. Buyurur və əz əmr necə çahardeh və bəzmi gərdod. Deyir, əmrdən də həmçinin 14 qol ayrılır. Şəş-i müğayib, onun bir 6-sı 3-cü şəxsdə və şəş-i müxatəb 6-sı 2-ci şəxsdə və du hekayət-i nəfs-i mütəkəllim. Yəni, ikisi də 1-ci şəxsdə. Hekayət-i nəfs-i mütəkəllim 2-ci şəxsdə, 1-ci şəxsdə. Yəni, mən, biz. Burada var, mütəkəllim vəhdə və mütəkəllim məl-ğayr. Bu 2 dənə oxuduq bunu. Qədimdə, klassik ərəb ədəbiyyatında belə deyərlər ki, mütəkəllim vəhdə 1-ci şəxsin təkidir mən, mütəkəllim məl-ğayr isə təkin qeyrisi, yəni cəmidir. Ən şəşi ki, müğayib rabud, onun deyir 6-sı 3-cü şəxsdədir, seh müzəkkər rabud və seh müənnəs rabud. Deyir, onun da 6 dənənin də 3-ü kişi cinsindədir, 2 də qadın cinsinə aiddir. Ən seki müzəkkər rabud, deyir, onun 3-ü kişi cinsindədir, onlar bunlar sözlər, bu sözlər. Liyədrib, liyədriba, liyədriba. Bir şey diqqət edin, əmrdə lam, lam əmri gəlir, lam hərfi gələcək, kəsrəli gələcək, muzari feilindən əmr düzəldiləcək. İndi inşallah oxuyacaq onun alınma qaydasını və sözün axırını cəzm eləyəcək. Bir neçə cəzm hərfləri var ki, onlardan da biri lamul əmrdir. Bunu inşallah əvamildə, amillərin şərhində geniş oxuyacaq. Ki, məsələn, in şərtiyyəsidir, şərti in ədatıdır ki, gələr misal üçün sözlərin axırını cəzm edir. Məsələn, deyəsən, in təzrib əzrib. Şərt qoyur. Əgər sən vursan, mən vuracam. Yəni, bu cür. Birinci, liyədrib. Liyədrib, yəni, mənası nədir? Budur ki, vursun o bir kişi. O bir kişi vursun. 3-cü şəxsin təkidir, dər zamanı hal, indiki zamanda. İndiki zamana aiddir. Ya zamanı ayindir, ya da gələcək zamana aiddir. 2 hala da aid ola bilər, ya da 2 zamana da aiddir. Bir şey də deyək ki, əgər misal üçün biz işlədirik, bir vacası gəlirik müstəqbəl, bir də gəlirik muzari. Hər ikisi ləhzən, yəni lüğəti mənada gələcək zaman deməkdir. Amma fərq bundadır ki, müstəqbəl sözü yalnız gələcək zaman üçün işlənər. Və yaxud da amma müzari deyəndə müzari feildirsə, muzarinin içində həm müstəqbəl var, həm də hal var. Yəni indiki zamanda var, gələcək zamanda. Yəni hər ikisini əhatə eləyir bu söz. Və siğə-i müfrəd müzəkkər qayib əsli siğəsi təkdir, kişi cinsidir, 3-cü şəxsdir, əs-fiili əmr feilidir. Səhih mücərrəd və məlum. Səhihdir, mücərrəddir və məlumdur, məchul deyil. Liyədrib dər əsli yədribudur. Liyədribin əsli yədribudur. Yəni, yədribu, vuracaq o bir kişi, feilindən tutulub. Lamul əmir dər sərəşi dəravərdir, deyir, həmin əvvəlinə lamul əmri gətirdik və birləşdirdik nəyə? Muzari hərfi olan yə hərfinə. Və axır şey ra vəqf gəldim və axırında vəqf elədir. Liyədribu oldu, liyədrib elədilər onda. Bərvəzni liyəf'il. Lamul əmirdir burada. Yə huruf-ı istiqbaldır, gələcək zaman hərfidir. Dad fail feil, ra'in feil, ba lamul feildir. Lamul əmir qayib dər sərəşi du əməli kər. Deyir, burada diqqət edir, lamul əmir 3-cü şəxsdə, əvvəldəki lamul əmir, burada 2 əməl edir.
Ləfsən və mənən, sözdə və mənada. Ləfsən hərəkət axirəşi rabih, cəzmi saqit kərdi. Deyir, yəni birinci ləfsdə nə iş gördü? Ləfsdə belə bir iş gördü ki, sözün axırını cəzm elədi. Liyədribunu liyədrib elədi. Və mənən, amma məna baxımından neylədi? Xəbəri ra bədəl beh inşa ikər. Xəbəri bədəl elədi inşaya. İnşa nədir? İnşa yəni əməldir. Misal üçün, yədribu nə idi? Yədribu yəni vuracaq olur kişi. Yəni nə vaxtsa vuracaq da, sabah vuracaq, bir gün vuracaq, 5 gün sonra vuracaq. Amma yədrib yəni vursun o bir kişi. Yəni artıq onu əmələ çevirdi. Yəni vursun, əmr edildi ki, vursun. Artıq onu gecikdirməsin, təxirə salmasın bu işi. 2 dəqiqə o tərəfə, 1 dəqiqə bu tərəfə, amma eləsin. Yəni yədribudan yaxınlaşdırdı, o işi əmələ çevirdi artıq. Ki o əməl ancaq yerinə yetirilməlidir. İkinci liyədriba. Yəni liyədriba vursun o iki kişi. Burada da üçüncü şəxsdədir. İndiki zaman və gələcək zamana aiddir bu söz. Siğə təsniyə, müğayib, müzəkkər, əsl fe'l, əmr. Siğəsi də təsniyədir, yəni ikilikdir. Üçüncü şəxsin kişi cinsindədir və əmr fe'lidir. Və diqqət eləyək ki, biz əgər desək ki, gələcək və indiki zamana aiddir bu söz, orada diqqət eləməlisiniz ki, yəni sözün özü cümlənin içərisindən çıxarılanda məna bilinəcək. Bu cür. Bu da həmçinin liyadriba bərvəzni liyəf'ila vəznindədir. Lamul əmirdir, qayib, üçüncü şəxsdədir, ya hüruf istiqbaldır, ya hərfi istiqballı, xərcli liyədriba sözündəki. Bəli, dad fail feildir, ra aynil feildir. Ba, lamul feil, əlif də əlaməti təsniyə və həm damiri fail. Və həm də buradakı əlamət bə hərfini birləşmiş əlif ki var, o həm təsniyəli əlamətidir, ikilik və həm də faillik səbəbidir. Yəni liyədribadır, artıq o iki səlməsi çıxır da artıq orada deməzsən ki, misal üçün iki sözünü misal üçün gətirib işlətmək artıq. Liyədriba dər əsli yədribani bu. Diqqət eləyin, bu da liyədriba yədribanidən tutulub. Muzari feilindən tutulur. Təsniyə müzəkkər qayib, bu təsniyə idi, kişi cinsidir, üçüncü şəxsdə feili muzaridir. Xavəstim təsniyə müzəkkər qayib bina konim. İstədik ki, üçüncü şəxsdə kişi cinsinin təşkirini quraq, nə də əsfələ əmr qayib. Üçüncü şəxsdə əmr feilidir. Lamul əmr qayib, dərsərəşi dəralverdi, deyir, onun başına əvvəlinə gətirdik. Du əməl kərt. İki əməl elədi. Ləfsən və məna. Ləfsdə və mənada bayaqçı kimi. Ləfsən neynədir? Nun irabi rabi cəzmi sabit kər. Oradakı yədribanidir. Gətirdi lamul, kəsrli lamı liyədribani oldu. Həmin oradan nun İrab nununu, yəni oradakı tənvinin açılmasını bildirirdi. Dammənin. O həmin nun hərfi, kəsrə nun hərfi cəzmi saqit kər. Cəzm olunub, ehtiyatsız olundu. Oldu liyədriba. Budur. Mənən də neynidir? Mənən xəbər ra bədəl beh inşa kər. Deyir, mənən baxımından da xəbəri, yəni bədəl elədi əmələ. İnşaya. Çünki xəbər nədir? Vuracaq deyəndə, o iki kişi vuracaq deyəndə bu xəbər verməkdir. Yəni xəbər verilir ki, nə vaxt o iki kişi vuracaq. Amma bir var əməl olunsun. Yəni o hələ xəbər əmələ çevrilməyib. Yəni bir də var, amma əmr fərqi bundadır ki, sözü, kəlməni əmələ çevirir. Yəni inşaya. İnşa ki, qarşımıza çıxa bilim ki, əməldir. Üçüncüsü, sonuncu cəm kişilərdə liyədribudur. Liyədribu yəni vursun o cəm kişilər. Bu da gələcək və indiki zamana aid ola bilər cümləyə əsasən siğə, müzəkkər, cəm-i müzəkkər, qayib, əsfəli əmr. Siğəsi cəmdir, kişi cinsidir, üçüncü şəxsdə əmr verilir. Səhih mücərrəd məlumdur. Bunlar aydın, yəni xəstə hərfi yoxdur orada. Məlumdur, məchul deyil. Liyədribunu bərvəzni liyəf'ulu vəznindədir.
Lamul əmirdir. Üçüncü şəxsdə yə hərf istiqbaldır. Dad fail feil, ra'aynil feil, vav əlaməti cəm'ün müzəkkər və damiri fail. Buradakı sonuncuda yədribu oxuyanda bu B hərfinə birləşmiş vav həm cəmlik əlamətidir kişi cinsində, həm də faillik səbəbi. Yəni onlar mənasıdır. Yədribu dərə əsl yədribuney budur. Yədribunun əsli yədribuneydir. Müstəqbəl bud, gələcək zaman idi. Xavəslim əmr-i gayib bina konum. İstədik ki, əmr-i gayib quraq. Cəmli düzəldi, əmr-i gayib üçüncü şəxsini cəmli düzəldi. Lamul əmr bər sərəşi dərabərdim. Lamul əmri kəsrəli lam hərfini gətirdik əvvəlinə. Oldu nə? Liyədribunə. İndi burada da liyədribunə idi. Burada da neynədi? Du əməl kər, iki əməl elədi. Ləfsən və mənə. Ləfsdə yenə neynədi? Sonuncu liyədribunədəki nun, fəthəlin nun hərfini cəzm elədi. Həmin nun hərfi düşdü və əməldə də yenə xəbəri qəsd inşa etdi. Bədəldir abi inşa əmudə. Yəni, xəbəri yenə əmələ çevirdi, mənə baxımında. Və burada da oldu liyədribu oxunacaq. Yəni, liyədribunə oxunacaq. Və ənsə ki, müənnəs rabud və deyirik ki, onun üçü də ki, qadın cinsinə aid üçüncü şəxsdir. Onlar da budur. Litədrib, litədriba, litədribnə. Litədrib, yəni o bir qadın vursun. Siğə müfrədə müənnəs qaibə, əsfəl əmr qaib. Deyir, siğəsi təkdir, qadın cinsidir üçüncü şəxsdə, əmr feilidir. Bərvəzni litəf'il. Litəf'il vəznindədir. Lamul əmirdir burada. Ta əlaməti istiqbaldır. Əvvəldəki tə hərfi litədrib dedi. Və bunun əsli necədir? Litədrib dər əsli tədribu budur. Tədribin əsli tədribudan idi. Vahidə müənnəsə qaybəh bud, əsfi'li müzari. Bu da deyir, tək idi, qadın cinsiydi üçüncü şəxsdə və müzari feili idi. Gələcək zaman feili. Xavəsti müfrədə müənnəs bina konim, əsfəl əmr qayib. Deyir, istədik ki, qadın cinsinin təkini quraq fi əmr feilinin üçüncü şəxsdə. Lamul əmr bərsərəşi dəravərdin, du əməl kərt. Deyir, ona görə yenə əvvəlinə neynədik? Lamul əmri, əmr əlaməti, əmrlik əlaməti olan lam hərfini, kəsrəli lam hərfini gətirdik sözün əvvəlinə. Oldu li tədribu və iki əməl elədi orada. Neynədi? Du əməl kədi, iki əməl elədi, ləfsən və məna. Yenə də eyni qayda. Ləfsdə sonunu vəqf elədi, li tədrib oldu və sonra deyir və mənən xəbəri ra bədəl bəhi inşa kər. Və sonra da ki, xəbəri çevirdi əmələ. İnşa yəni əmələ. Oldu li tədrib. İkinci li tədriba. Yəni, məna nədir? Bayəd bizənət işan dur. Zənən qayib dər zaman hal ya zamanı ayəndə. Yəni, deyir ki, li tədriba, yəni vursun o iki qadın. Üçüncü şəxsdə, yəni üçüncü şəxsə aiddir. Ya indiki zaman ya da gələcək zamanda. Siğə təsniyə müənnəs qaybəh əst. Bir siğəsi təsniyyədir, qadın cinsidir. Əmr feilidir, üçüncü şəxsdədir. Bərvəzni təf'ila. Litəf'ila vəznindədir. Sonu əlif məddiyinə, yəni uzanacaq. Lamul əmirdir, üçüncü şəxsdədir. Ta əlamət istiqbaldır. Gələcək zaman əlamətidir. T hərfi, əlif də əlaməti təsniyə. Əlif də əlaməti təsniyyəlikdir, yəni ikilikdə. Yəni o iki qadın. Budur. Mənadır. Litədriba dər əsli tədribani budur. Tədribanın da əsli tədribani idi. Kişi də yədribani idi, qadın da tədribani idi. Çünki biz müstəqbəl feillərin alınması qaydasında sayacaq ki, yədribu, yədribani, yədribunə, tədribu, tədribani, tədribnə. Bu qadın cinsi, üçüncü şəxsdə qadın və kişi cinsinin hallanması idi ki, həmin haldan nə tutuldu? Lamul əmr düzəldildi. Əmr forması, feilin əmr forması düzəldildi.
Bəli. Və deyir ki, xavəstin təsniyəh müənnəs bina kunim, əsfi'l əmr qayib. Və deyir ki, biz istədik ki, təsniyəlik qadın cinsinin əlamətini quraq. Əmr feilin üçüncü şəxsdə lamul əmr dərsərəşi dərəverdim. Deyir, onun əvvəlinə lamul əmri gətirdik başına. Du əməl kəd, yenə də iki əməl elədi. Neynədir? Ləfsən və mənən. Ləfsən əməli kəd, nun əvəzi rəf'i, rabih, cəzmi saqit kəd. Və burada da ləfs baxımından sonuncu, orada nun hərfi ki var idi, əvəz rəf əvəz olan nun hərfini, həmin onu cəzm eləyib düşürtdü və məna baxımından da yenə xəbər rabih inşa kəd və xəbəri də əmələ çevirdi. Oldu li tədriba, bu cür, li təf'ila vəznində oxunur. Sonuncusu cəm qadınlar deyəndə liyədribnə. Liyədribnə yəni bayət bizənəd işan qurur zənən qayib dər zamanı hal ayəndə. Burada da liyədribnə nədir? Liyədribnə yəni o cəm qadını vursun, o cəm qadınlar vursunlar. Bir dəstə qadın, bir qrup qadın vursunlar. Fərqi yoxdur. Ya indiki zaman, ya gələcək zaman bu cümləyə əsasən yenə çıxardılacaq. Siğə müənnəs qayib, əsfiyəli əmr qayib. Deyir, siğəsi cəmdir, qadın cinsidir, üçüncü şəxsdir, əsfiyəli əmr qayib. Əmr feilinin üçüncü şəxsidir. Üçüncü şəxsdə əmr feilidir. Liyədribnə bərvəzni liyəf'ilnə. Liyəf'ilnə vəznində gəlib. Lamul əmirdir burada. Üçüncü şəxsdir. Ya hərfi istiqbal. Ya hərfi də gələcək zaman hərfidir. Və sonuncu nun ki, əlaməti müənnəs və zamir fail. Və sondakı nun hərfi liyədribnə. Nə ki oxuduq. Həmin bu nə hərfi, nun hərfi qadın cinsinin cəmlik əlamətidir və həm də faillik zəmridir. Yəni, o cəm qadınlar mənasıdır. Liyədribnənin əsli yədribnə idi. Cəm müənnəs qayib bud. Cəmlik qadın cinsinin cəmi idi. Üçüncü şəxsdir. Əs feili muzari. Muzari feili idi. Xavəstim cəmiyə müqayibi. Müənnəsi buna konim əsfeyli əmrə qayib. İstədik, indi üçüncü şəxsdə əmrə feilini quraq qadın cinsinin cəmin. Lamul əmrə qayib dərs sərəşi dərabərdim. Ləhsən əməli nəkərd. Diqqət eləyək bura. Burada bir məsələ var. Deyir ki, əvvəlinə lamul əmri gətirdik. Oldu nə? Yədribnə idi. Oldu liyədribnə. Diqqət eləyin. Deyir, ləhsən əməli nəkərd. Ləhsən əməl eləmədi. Yəni, yədribnə gətirmişdi, elə yədribnədən də liyədribnə alındı. Zira ki, nunu əlaməti cəmiət nəh əvəzirəf. Deyir, zira ona görə ki, buradakı nun hərfi niyə qaldı? Ona görə qaldı ki, cəmlik əlamətidir. Nəyin ki, əvəzi rəfdir. Əvəzi rəf əvəzi deyil. Yəni, oradan dammənin açılmasını bildirmir. Əslində, buradakı nun hərfi cəmlik əlamətidir qadın cinsinin. Ona görə də qaldı. Və mənən əməli nəmudə xəbər ra beh bədəl beh inşa kərd. Və deyir, mənə baxımından əməl elədi. Nə elədi? Əməl baxımından yəni mənə baxımından xəbəri inşa etdi. Əmələ çevirdi. Yəni, o cəm qadınlar vursunlar. Yəni, vursun o cəm qadınlar. O mənim. Və üçüncü şəxs burada tamamlandı. Növbəti gəlir ikinci şəxs. İkinci şəxsdə alınma başqadır. İkinci şəxsə diqqət eləyin. Həm bizim müasirdə, ərəb ədəbiyyatının müasirində ikinci şəxs deyirlər. Amma klassikdə ya hazır deyirlər. Hazır ikinci şəxsə. Yaxud da müxatəb deyirlər ikinci şəxs. Yəni, bu ikisi də qarışıqca çıxsa, bilin ki, ikinci şəxs deməkdir. Və əz əmrə hazır nizi şeş və çi bəzmi gəldir. Və həmçin deyir, ikinci şəxsi də 6 qol ayrılır. Seh müzəkkər, seh müənnəs. Üçü qadın, üçü kişi cinsi. Və ən sehki müzəkkər rabun. Və deyir, onun ki, üçü kişi cinsi də olar da bunlardır. İdrib, idriba, idribu. Diqqət eləyin, lamla ki, üçüncü şəxs alınırdı. İkinci şəxs fərqli olaraq əlif hərfi ilə alınacaq. İndi izah edəcək. İdrib, yəni
Bizən tu geçməz hazır der zaman hal ya der zamanı ayəndə. Burada da izrib yəni sən vur. Yəni ikinci şəxslər şamildir. Burada da ikinci şəxsdə olan bu söz yenə də ya gələcək zamana ya da indiki zamana aid olacaq ki, cümləyə əsasən çıxacaq. Amma uzaq gələcəyə aid olmaz. Siğə müfrəd müzəkkər hazır, əsfeyle əmri hazır. Siğəsi təkli kişi cinsidir, ikinci şəxsdir, əmr feilidir. Səhih mücərrəd məlum. Bu aydın məsələ, yəni xəstə hərfi yoxdur, artıq hərflər də yoxdur, məchul da deyil, məlumdur. İdrib bərvəzni if'il, if'il vəznində gəlib idrib. Həmzə əlaməti əmri hazır. Buradakı həmzə, yəni o əvvəldə gələn əlif hərfi, həmzə vəslimiz var, həmzə qət'imiz var. Düzdür? Həmzə vəsil budur ki, söz birləşməsində oxunmaz, amma həmzə qət'i budur ki, söz birləşməsində oxunur. Məsələn, əkrəmə sözündəki əlif həmzə qət'idir. Məsələn üçün, yu'əkrimu, tu'əkrimu deyəndə, orada yukrimu, tukrimu deməzsən, oradakı əlif oxunacaq. Budur. Yəni orada həmzə qət'idir və bunlardan nədir? Həmzə vəsildir ki, birləşərkən qiraətdə təcvid elmində bunu keçirlər, daha ətraflı müraciət edə bilər sonra. Bəli. Və həmzə deyil, əlaməti əmri hazır. Bu əvvəldə gələn həmzə, yəni əlif, ikinci şəxsdə əmrin əlamətidir. İdrib əmir əz tədribu. Deyir, idrib əmirdir, tədribudan tutulub. Ta ki, hərfi müzari bud, əz əvvələşi əndaqdandim. Nə deyir? Deyir ki, idribin əsli tədribu bud. Tədribu idi. Deyir, tədribu idi, ona görə fəthəli tə hərfi ki, gələcək zaman əlamətidir, onu atdıq. Nə qaldı? Oldu drib. Dribudan da ki, təbii ki, ərəb dilində ma bə'du ta sakin və ibtidai beh sakin mahal bud. Muhtac beh həmzə vəsil. Şudim. Deyir ki, əvvəli nə oldu? Sükunlu oldu, sakin hərf oldu. Ərəb dilində də belə şey oxu, yəni sükunla sözü başlamaq, sükunlu hərflə başlamaq mahal olduğundan, qeyri-mümkün olduğundan, qəliz olduğundan ehtiyaclı oldu nəyə? Həmziyə. Həmzə-i vəsilə ehtiyaclı oldu. Nəzər-i kərdim beh, əynül fiilişi. Məqsur, bud. Deyir, onda neynədik? Həmzəni gətir, həmzə-i vəsili gətirdik tənin yerinə. Baxdıq əynül fiilə ki, kəsrəlidir. Diqqət edin həmişə. Əgər ikinci şəxsdə hər hansı feilin, indi biz darabə feilindən götürdük. Başqa nəsərə, misal üçün şərifə feillər olsun. O feillərdən alınarkən, onların əmri hazırını, yəni ikinci şəxsdə əmr formasını düzəldərkən diqqət eləmək lazımdır ki, onların həmin əlif gətirilərkən, həmzə-i vəsil gətirilərkən, onların əynül feilinə əsasən həmzə-i vəslin hərəkəsi qoyulacaq. Əgər əynül feil bizim sözümüzdə tədribuda məsəl üçün ra hərfidir, əynül feil. O da kəsrəlidir. İndi biz həmzə-i vəsli kəsrə verəcəyik. Amma yox. Misal üçün ola bilər ki, başqa sözdə əynül feil fəthəli olar. Onda biz nə edəcəyik? Həmin həmzə-i vəslə fəthə verəcəyik. Yəni bu cür düzələcək. Və o da deyir ki, yəni onun əynül feili ki, kəsrəlidir, biz də həmzə-i vəsli məqsur bir sərəşi dərəvərdim və axirəşi ra vəqf kərdim. Və deyir, ona görə də biz həmzə-i vəsli kəsrə ilə bir yerdə onu əvvəlinə gətirdik və sonunu tədribu idi da, tədribunun sonunu tədrib. Düzdür, belə çevirdik, axırına vəqf elədik və orada neynədir? İdrib alındı. Oldu idrib. Hərəkət-i axırı beh vəqfi biyoftad idrib şud. Sonuncu hərəkəsində idribu idi. İdribu qaldığına görə orada damməni düşürdü. Sonu vəqf elədi. Çünki əmrin qaydası budur. Əmri feilləri, sözün sonluğunu, feilin sonluğunu həmişə vəqf eləyir. Çünki əməli inşaya çevirir. Bəli. İkinci idribadır. İdriba nədir?
İdriba, yəni siz iki kişi vurun. Birinci idrib idi. Sən vurma, sən bir kişi vur mənasında. İndi idriba, siz iki kişi vurun. Yəni bu iki nəfərə təsniyədir. İdriba bu cür oxunacaq. Bi zənət şuma. Du mərdan hazır der zamanı hal ya zamanı ayəndə. Burada da həmçinin, yəni deyir ki, mənası bu çıxır. Budur ki, idribanın. Yəni siz iki kişi vurun, ikinci şəxsdə və indiki zamanda ya gələcək zamanda, iki zamanda. Siğə təsniyə müzəkkər əl siğəsi təsniyədir, kişi cinsidir, feili əmir hazır. İkinci şəxsdə əmr feilidir. Səhih mücərrəd məlum, bunlar aydın. İdriba bəl vəzni if'ila vəznində idriba, həmzə, əlaməti əmr hazır, əvvəldəki həmzə ikinci şəxsdə əmrlik əlamətidir. Və sonuncu əlif ki var idribadakı, o əlif də əlaməti təsniyyətdir və həm də faillik səmir. Yəni iki kişi. Siz iki kişiyə aiddir. Bəli. Bəs idribanın əsli nədir? Deyir, idribanın əsli tədribani idi. Bəli. Tədribani idi. Ta ki huruf muzari bud, ta hərfi ki muzari hərfdir. Der az əvvələşi əndaxtın. Onun əvvəlindən ta hərfini atdıq. Ta hərfini atdıq və ma bə'du huruf muzari sakin və ibtidai b sakin məhal bud. Və deyir, onun ki, əvvəlindən ta hərfini atdıq, ta hərfini atandan sonra yenə qaldı nə? Tədribani sözündəki dad hərfi sükunla oldu. Və sükunla sözü başlamaq da ibtidai mahal olduğuna görə ərəb dilində mühtac şudiyim beh həmzə vəsil. Həmzə-i vəsil onda ehtiyaclı oldu. Və beh əynül fiiləşi nəzər kəldim. Və deyir, ona görə də həmzə-i vəsli gətirmək üçün yenə nəzər elədik əynül feilinə və gördük ki, orada məqsur budur, kəsrə var. Və həmzə-i vəsli məqsurətlər əvvələşi dəral verdim. Və onun kəsrəsini götürüb, onun kəsrəsindən verdik həmzə-i vəsli və kəsrə həmzə-i vəsli sözün əvvəlinə gətirdik. Sonunu da nədir? Dər axirəşi ra vəqf kərdim. Sonunu da vəqf elədik. Nun-i-irabi B vəqfi biyoftad. Və oradakı tədribani idi. Həmin o sonuncu nun hərfi İrab nunu düşür və sukun vəqf olur və ona görə də qalır idriba. Bu cür olur. Sonuncu ikinci şəxsdə idribudur. İdribu yəni bu mənada ki, bu anlamda ki, siz cəm kişilər vurun. Bu mənada işlənir. Siz cəm kişilər vurun, yəni indiki zaman ya gələcək zamanda. Siğə cəm müzəkkər əz əsfəl əmri hazır. Siğəsi cəmdir, kişi cinsidir. Əmr feilidir ikinci şəxsdə. İdribu bərvəzni if'ilu. İf'ilu vəznindədir. Yəni bu vəzində gəlib. Həmzə əlaməti əmri hazır. Əvvəldəki həmzə də yenə ikinci şəxsdə əmrlik əlamətidir və vav əlaməti cəmi müzəkkər və həm zamiri fail. Həm deyir sonuncu ki, idribu sözündəki sonuncu vav hərfi ki var, o həm kişi cinsinin cəmli əlaməti, həm də failliksən. Yəni siz cəm kişilər anlamında çıxır. Yəni idribu əmirdir, əsli nədir? Tədribunə idi. Tədribunə. Ta da hərfi müzari bud, əz əvvələşi bərdaxtim. Yəni eyni qaydada. Bərdaxtim, yəni andaxtim sözündən. Yəni oradan götürdük, atdıq. Və deyir, neylə? Tədribunə sözündən götürdük. Ta hərfini yenə atdıq. Ma bə'du ta sakin və ibtidai beh sakin mahal bud. Mühdət şudiyim beh həmzə-i vəsil. Yenə də eyni qaydada dad hərfi sükunlu olduğuna görə, sükunlu başlamaq sözü ibtidai mahal olduğuna görə, qələt olduğuna görə biz
yenidən həmzə-i vəslə ehtiyaclı olduğu söz və həmzə-i vəsli onun aynı feilinə nəzər eləyib gördük ki, kəssədir, yenə də kəssə formasında kəssəli həmzə-i vəslə əvvəlinə gətirdik və həmzə-i vəslə məqsurəh در سرش در آوردیم. Onun əvvəlinə gətirdik və axirəşi ra vəqf kərdim və sonunda vəqf elədik, cəzm elədik. Nun i'rabı beh vəqfi biyoxdur. Vəqf zamanı i'rab nunu onun düşdü və idribu oldu. İdribu nə idi? Həmin o vəqf zamanıdır. Əmrin əlamətidir ki, sözün sonunu vəqf eləsin. Ona görə də nun hərfi oradan i'rab nunu düşür və düşdüyünə görə nə olur? Vəqf olduğuna görə qalır idribu olur. Və sonuncu ki, üçüncü şəxs qalıb, inşallah Allah Teala'nın izni ilə onu gələn dəstədə nəh ilə bir yerdə keçəcəyik. Vəlhamdülillah Rabbil aləmin.